Xoş gördük əziz dinləyicilər. Artıq Trump İrana zərbə vurmağa meyllənir. İranın öz daxilində də istər Vance olsun, istər Rubio olsun, bunlar arasında da müəyyən mənada zərbə endirmək və yaxud da ki, biraz da gözləmək deyə müzakirə olunur. Amma artıq Trump həm zərbə vurmayan anonsunu verir, həm də bir tərəfdən də İranla ticarət edən ölkələrə 25%lik yeni gəlir müəyyən eləyəcəyini artıq xəbərdarlığını verdi. İkinci ən maraqlı məsələlərdən biri, bilirsiniz ki, biz bu barədə söhbət edəndə həmişə mən deyirəm ki, bu günləri ən ləyaqətli Azərbaycan üçün də ən ləyaqətli adam Məsud Pezeşkiyandır. Və bu günləri yalnız Məsud Pezeşkiyan vəziyyətə ələ ala bilər və əgər İran hökuməti ağıllıdırsa, bütün səlahiyyətləri ona verərsə, məncə bunun öhdəsindən gəlmək olar. Bu günlərdə İran deməli qəzetlərinin və mətbuatının, bir neçə mətbuatının deməli yazdığın bir məqalə ilə deməli rastlaşdım. Çox vacib bir məqalədir. Bilirsiniz ki, İranda ali dini lider, həm də ali başkomandandır. Əli Xamneyi yeni bir təhlükəsizlik qrupu yaradıb, yeni təhlükəsizlik və müqavimət qrupu yaradıb. Əgər ki, İran və yaxud da İsrail hücum eləyərsə, bu yeni müdafiə qrupu işə keçəcək. Və siz təsəvvür edin, müdafiə qrupunun rəhbəri isə məhz Məsud Pezeşkiyana tapşırılıb. Ali dini lider ki, ali başkomandanıdır. Məhz bu səlahiyyəti artıq belə bir vəziyyətdə Pezeşkiyan idarə edəcək. Qrupun rəhbəri Pezeşkiyan olur və müdafiə naziri də məhz bu qrupun müavini qoyulub. O da Azərbaycanlıdır. Və bunlar həqiqətən də bizə onu deməyə əsas verir ki, biz deyənlər yəqin ki, çünki ağıl ağıldan üstündür. Bu günləri həqiqətən qıraqdan baxan bir insan İranın xilasını yalnız və yalnız Pezeşkiyanda görə bilər. Çünki başqa bir yolu yoxdur. Pezeşkiyanın da əlinin güclü olması üçün ona səlahiyyət vermək lazımdır. Yəni müdafiə ona tapşırılmalıdır. Ali başkomandan vəzifəsi ona tapşırılmalıdır. Güclər ona tapşırılmalıdır ki, o da hər hansı bir müdaxilə eləyə bilsin. Yəni bu məlumatları da istəyirdim sizə çatdırım. Bu bir neçə gün bundan əvvəl etdiyimiz müzakirələr məhz gəlib öz məntiqi nəticəsinə çatır ki, bəli, bütün səlahiyyətlər İranda Pezeşkiyana verilərsə, bütün imkanlar və güc strukturları Pezeşkiyana verilərsə, bu İranda əlbəttə ki, rejim dəyişikliyinin daha loyal formata baş verməsinə gətirib çıxarda bilər. Təşəkkürüm diqqətinizə görə.